Salam, biz Şirvan şəhərindən Azərbaycan Respublika bölümünə qoşulmuşuq bu atletik kateqoriyasına. Komandamızın adı Mavi Dalğa, mən Abbas Süleymanlı gəmini sürürəm. Mən Sadiq Həsənli gəminin elektriklə məşğulam. Səfərli Elmi gəminin dizayneridir. Bizim bu kateqoriya üzrə məqsədimiz odur ki, yarışda çevik, sürətli, sabit bir sürücü qalib çəkmək. Bizim gəminin modelini və pərlərini Tinkercad proqramında hazırladıq və 3D printerdən çıxartdıq. Elektrik qurğular üzrə 2 litr batareya, 2 ESC, 1 resiver və 2 motordan istifadə etmişik. Biz burada gəminin təhlükəsizliyi üçün gəminin daxilinə polietilen paketlə örtmüşük və gəminin digər qurğuları üçün polietirik paketlə örtürük ki, su keçirməsinlər. İndi isə biz pultu kalibrasiya edirik. İndi isə gəmini sürürük.